Çalışın kardeşler. Çalışın. Allah veren nimetlerin qədrini, qiymətini bilin. Birliğinizi, beraberliğinizi, tövhidi, əqidəni qoruyun. Çalışın xəstəliklər gəlib araya düşməsin. Təkfir fikrindən uzaq durmağı tövsiyə edirəm. Xüsusən, hara düşsə oranı bulandırır. Bulandırır, qatışdırır oranı, aləmi bir-birinə qatışdırır. Möminlə fasiki seçilməyən bir vəziyyətə gəlib çıxır ora. Təkfir fikrindən uzaq durur. İstərsən birbaşa təkfirçinin özü olsun, gəlib ortada müsəlman qardaşların arasını gəlib bulandırsın, istərsən medya vasitəsilə olsun. İnternetdə, nə bilim, başqa sosial şəbəkələrdə, ictimai şəbəkələrdə uzaq durmağa çalışın. Çünki səndən tələb olunan odur ki, dinini qoruyasan şübhələrdən. Və çalışın bu şeydən özünüzü qoruyun. Ətrafımızdakı olan dövlətlər və yaxud da dünyada olan, müsəlmanların aralarında olan şeylər bizlərə dərs olmalıdır, dərs. Kim bundan dərs ala bilməsə, özü başqalarına dərs olacaq. Və Allah bizlərə bugünkü gündə buradakı yaşayan qardaşlara, bax sizlərə, bu verdiyi nemətlərə görə Allah'a təşəkkürümüzü bildirin. Bir çox ölkələrdən burada yaşayan müsəlmanların durumu daha yaxşıdır. Bir çox müsəlman hökumətlərindən, baxın, bir çox müsəlman hökumətlərində olan sıxıntılar müsəlmanlarda burada yoxdur. Bunun qədrini, qiymətini bilin və buradakı bu qardaşlığı, bu əlinizdə olan fürsətləri dəyərləndirin. Və həmçinin qardaşlar, başlanğıc olaraq, həyat tərzi olaraq, hər kəs birinci öz eybi ilə məşğul olmağa çalışsın. Aramızda mütləq bu şey qayda tətbiq olunmalıdır. Birinci özün, öz eyiblərini axtar, özünü müalicə elə. Çatışmayan nöqtələrin nədir? Həkimə gedirsən, bizdən bəzilərimiz həkimə getdiyimiz zaman bir həkimin dediyinə etibar eləmirik. İkinci həkim, üçüncü həkim, dördüncü həkim ki, dəqiq bilək ki, bizdə nə çatışmır? Səndə D vitamini mi çatışmır? C vitamini mi yoxdur? B2 vitaminim yoxdur, nə bilim, nə yeməlisən, nə içməlisən, detaylı şəkildə bunları təfsilatlı şəkildə öyrənirsən ki, həyatında daha sağlam həyat yaşayasan. Və insan özünü islah eləməsi üçün də mütləq eyiblərini bu şəkildə axtarmalıdır. Hardan imanın zəifləyir, hardan fasiqliyə yol verirsən, harda Allahın qəzəbinə gəlirsən, harda yaxşı işlər görürsən, bunları test etməlisən həyatında. Muhammed İbn Sirin rahmeullah deyir ki, biz sələflər, Muhammed İbn Sirin tabeinlərin imamlarındandır. Biz sələflər belə anlayırdıq ki, kim insanların eyiblərini axtarıb, başqalarının eyiblərini axtarmaqla məşğul olursa, biz onu belə başa düşərdik ki, o adamın özü ən çox eyibli adamlardan biridir. Həsən-ül Basri rahmeullah deyir ki, kim başqalarının eyiblərini ancaq güdməklə məşğul olarsa, öz eyiblərini düzəltməkdən məhrum olar. Və son olaraq, qardaşlar, bizim əxlaqa çox ehtiyacımız var. Vallahi deyirəm, bir insan namaz qılır, oruç tutur, bu kifayət deyil. Rasulullah sallallahu aleyhi ve sellem dinlə əxlaqı bəzi məqamlarda ayırır. Çünki bir adamda din ola bilər, namaz qılır, oruç tutur, zəkat verə bilir, amma əxlaq baxımından sıfırdır. Əxlaqa biz xüsusilə önəm verməliyik, necə ki Rasulullah sallallahu aleyhi ve sellem əxlaqı xüsusilə önəm verir. Rasulullah buyurur, İnnə əkmələkum imanən əhəsinikum əxlaqən. İman baxımından ən kamil olanınız, ən gözəl əxlaqlı olanınızdır. Baxın, gerçəyi deyəcəm qardaşlar. Mən danışdığım zaman istəyirəm ki, özümüzdən başlayaq biz. Yəni, xəyallarla, və yaxud da uzaqdan belə umumi məlumatla islah olunmur. Xüsusi danışacağım. Və açıq danışacağım ki, bugün müsəlmanlarda ən çox çatışmayan nöqtələrdən biri əxlaqdır. Müsəlmanın müsəlmanla davranışı, müsəlmanın qeyri-müsəlmanla davranışı, müsəlmanların aralarında olan şeylər, çox əxlaqa ehtiyacımız var bugün. Peyğəmbər s.ə.v buyurur, sizə bir adam gəlib sizin qızınızı istədikdə, baxın ona, əgər dinindən və əxlaqından razı qalarsınızsa qızınızı verin. Rasulullah demir tək dinindən, həmçin əxlaqından.
əxlaqa, tərbiyə, mədəniyyətə, kulturaya çox ehtiyacımız var. Nə olsun ki, bir insan namaz qılır, oruç tutur, yolda şit-şit hərəkətlər etməsi və yaxud da kimisə təhqir görməsi, kimdənsə özünü üstün görməsi və yaxud haradasa oturanda yəni ictimai bir yerdə səsini ucaltması və yaxud da kirli paltar geyinib arada gəzməsi, bu heç vaxt da zuhdun və yaxud da təvazükarlığın və yaxud da imanın əlaməti ola bilməz. Əxlaq mühümdür, qardaşlar. Və insan ən çox, nəinki dili ilə, əxlaqı ilə insan çox dəvət edir. Həsən-ül Basri rəhməhullah buyurur ki, Ud'un nəsə bi'əməlikum, lə bi'əqvalikum. İnsanları əməllərinizlə dəvət edin, sözlərinizlə deyil. Rasulullahın əxlaqını görən bir çox Məkkə müşriklər İslam'a girmişdir. Heç danışmadan. Bizim də bu əxlaqda, Rasulullahın bizlərə öyrətdiyi əxlaqa ehtiyacımız var. Bütün əxlaqa xələl gətirən şeylərdən uzaq durmalıyıq. Bir qardaşı təhqir eləməkdən, bir qardaşın eybini açmaqdan, bir qardaşı küçümsəməkdən, bir qardaşa hilə qurmaqdan və yaxud da bir qardaşın eyblərini güdməkdən, qeybətdən, nəmmamlıqdan, oğurluqdan və zinakarlıqdan və pis dəndən, bu gün çirkin əməllərin hamısından uzaq durmamız lazımdır. Bunlar hamısı əxlaqdır. Bunlar hamısı tərbiyədir. Və eləcə də hətta maşında olsa belə, hətta avtobusda olsan belə, metroda olsan belə, yolda, restoranda, evdə, harada olursan ol, sən əxlaqını göstərməlisən. Çünki sən bir müsəlman kimi qeyri-müsəlmanların gözündə İslamı təmsil edirsən. Onlar sənə baxır, bax bu müsəlmandır, bunun əxlaqına bax, dini də budur. Ona görə çalışmaq lazımdır. Burada bir sir var ki, bəzi adamlar var, əxlaqı ilə dinə zərbə vurur. Bəlkə də onun əxlaqını görən insanlar İslam'a girmək istəmir. Səbəb ola bilərsən kiminsə İslamdan qaçmağına. Bugün insanların çoxu ayıra bilmir İslamla müsəlmanı. Amma ayıranlar yaxşı başa düşür. Nə deməkdir İslamla müsəlmanlar? O deməkdir ki, hər bir müsəlman İslamı təmsil eləmir. Yəni bu müsəlmandır, xatalar eləyirmi? Bu o demək deyil ki, İslamda bu şey belədir. İslam şamil və kamil, hər zamana və məkana uyğun olan saf bir təmiz dindir. Amma xələl müsəlmanlarda var. Ona görə qardaşlar, madəm ki, qeyri-müsəlmanlar bizlərə güzgü kimi baxır, İslam mədəniyyətini, İslamı təmsil edən kimi baxır, bizlərə diqqət etmək lazımdır bütün hərəkətlərimizə, bütün davranışlarımıza. Müsəlmanlarla da, qeyri-müsəlmanlarla da. Ailənin başda birinci, zövcənlə gözəl əxlaqla davran, övladlarınla gözəl əxlaqla, tərbiyə ilə davran, qonşunla gözəl davran, qohumunla gözəl davran, dosta, şərikinlə gözəl davran. Nə bilim, müsəlman qardaşlarla, qeyri-müsəlmanlarla dində nə tələb olunursa səndən onu o şəkildə yaşamağa çalış. Bu çox önəmlidir, qardaşlar. Və son olaraq, demək istədiyim nöqtə budur. Çalışın, bir-birinizi bağışlamağı bacarın. Bir-birinizi bağışlamağı. Bir adam haqqına girə bilər. Bir adam sənə zülm eləyə bilər nisbətən. Əgər müsəlman qardaşından baş veribsə, bunu şişirdərək, qəlbini kinlə, həsədlə, paxıllıqla dolduraraq yaşama yine. Belə həyat sürmə yine. Çalış, islah elə qardaşını. Aramızda ixtilaf olduğu zaman qardaşlar bunu böyütməyin. Bunu böyütməyin. Yəni bugün gördüyümüz, elə deyək də, təcrübə ilə ilgili müşahidə olduğumuz məsələlərdən biri nədir? Bir adamla pis olduğu zaman onu gözdən salmaq üçün özünə dəstək yığır. O birisi bunu gözdən salmaq üçün özünə dəstək yığır. Və başlayır iki nəfər arasında olan problemlər iki dəstənin arasında olmağa çevrilməyə. Bu dinə xəyanətdir, qardaşlar. Bu dini öz mənfəətin üçün istifadə etməkdir bu. Ona görə belə etməyəcək. Nə eləyəcək? Bir adamla problem oldu, kitaba, sünni ilə bunu çözəcəksən. Çözə bilmədiyin zaman başqalarını qatma məsələyə. Özünlə sən onun arasında qalsın. Allah bizləri istifadədən etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizə əməl etməyi nəsib eyləsin, bizləri imanlı, taqvalı və əxlaqlı bəndələrindən etsin. Allah Taala'dan diləyirəm ki, bizləri mömin olaraq yaşatsın və mömin olaraq huzuruna köçməyi nəsib eyləsin. Riyakarlıqdan, ikiyüzlülükdən və Allahdan qeyrisində nəsə olmaqdan Allah Taala bizləri xilas eyləsin. Allah Taala'dan diləyirəm ki, əziz qardaşlarım, bizləri, ailələrimizi,
zövcələrimizi, övladlarımızı, valideynlərimizi və bütün müsəlmanları İslamda sabit eyləsin. Allah Taala'nın gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, bizləri bu İslam nemətindən məhrum etməsin. Müsəlman olaraq yaşayıb, huzuruna mömin olaraq köçməyi nəsib eyləsin. Sizlərə də təkrar təşəkkür edirəm. Allah razı olsun. Barakallahu fikum və sallallahu və səlləm və barik ala nəbiyyina Muhammed və ala alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.